Hamıya salam, əziz izləyicilər. Mən bu günləri sizə 100 sözlük esse haqqında danışmaq istəyirəm. Bu videoya 10-cu, 11-ci siniflər daha yaxşı baxsın. Çünki 100 sözlük esse hal-hazırda sizin üçün çox vacibdir. Bilirsiniz ki, əgər siz 100 sözlük esseni yazmasanız 80 baldan yuxarı bal toplaya bilmirsiniz. Bu da demək olur ki, siz maksimum çalışıb söz bazasını yüksək saxlamalısınız və esseni yazmağa başlamalısınız. Yəni, esseni necə başlamaq lazımdır, söz bazasını necə gücləndirmək lazımdır? Mən bugün sizə 2 dənə mövzu haqqında danışacağım. Birincisi, essedən əlavə söz bazasını necə gücləndirim? Necə eləyim ki, söz yadımdan çıxmasın? Məsələn, bugün 10 dənə, 15 dənə söz öyrənirəm, səhər gün o yadımdan çıxırsa, bunu necə dayandırmaq olar? İlk öncə, söz öyrənmək vərdişi necədir? Əgər siz kitabı götürürsünüz, kitabın arxasında lüğətlər olur. Siz onun bir səhifəsini öyrənirsiniz, sadəcə öyrənirsiniz tərcüməsini, amma yazmırsınızsa, o sizin yadınızdan çıxmalıdır. Yəni, onu xatırlamaq kimi, onu öyrənmək kimi bir şey deyil, sadəcə vaxtınızı itirmiş olursunuz. Birinci bunu deyim. Növbəti olaraq siz sözləri hekayə daxilində öyrənin. Məsələn, siz tutaq ki, texnologiya barəsində mətn oxumusunuz və oradakı sözləri daha yaxşı yadınızda saxlayacaqsınız, nəinki kitabın arxasından öyrəndiyiniz sözləri və həmin o sözlərə aid cümlələr qurun. Yəni, mən həmişə, əgər uşaqlardan lüğət öyrənməyi tapşırıramsa, ən birinci lüğəti onlara yazdırıram. Düz uşaqlar bundan besələr də, yazmaqdan besələr də onlara faydalıdır. Çünki onlar zaman keçdikcə sözləri unuda bilərlər, əgər yazmasalar. Sonra həmin o sözləri cümlə daxilində işlədirik. Balaca bir cümlə də olsa kifayət eləyir. Yəni, sizə lazımdır ki, o cümlənin daxilində görəsiniz o sözü. Sözü uzatmayayım, keçin vəsaitlərə. Mən bir video paylaşmışdım ki, bu 100 minə yaxın izləyici toplayıb, yəni 100 mini keçib səhv eləmirəmsə, həm TikTokda, həm Instagramda, yəni xeyli baxış olub. Bu nədən qaynaqlanır? Çünki uşaqların və müəllimlərin bu kitablardan məlumatı yoxdur. Və məlumatı olanlar da var idi, düzdür. Əksəriyyət yazırdı ki, siz hələ bunu indi bilirsiniz, bu çoxdanın kitabıdır, bu 2017-dən işlənilir. Mən bu kitabı mənə ingilis dili müəllimi, Asil müəllim hazırlıqda mənə öyrətməyə başlamışdı. Düzü, ilk başda mən kitabı çox sevməmişdim, çünki orada tapşırıqlar çox idi. Yəni, standart hazırlıqda olanda, tapşırıq olanda biz çox sevmirik, çox tapşırıq olanda. Amma zamanla mən o kitabı öz şagirdlərimdə işləməyə başladım. Demək olar ki, çoxu mənim şagirdlərim bu kitab haqqında yəni məlumatı var. Amma ki, bəzi kommentlər, rəylər var idi ki, yazılmışdı, siz hələ bunu indi bilirsiniz, bu çoxdan var. Mən hal-hazırda, yəni bütün demək olar ki, Instagram, TikTok və digər sosial şəbəkələri aktiv izləyirəm, həm müəllimləri, həm kursları. Hamısı öz materiallarını demək olar ki, paylaşmır. Kurslar ümumiyyətlə paylaşmır, amma kurslarda bilirik nələr keçilir. English File-dır, Vocabulary in Use-dur, Vocabulary Organizer-dır, yəni bu tip kitablar keçilir. Amma hansısa bir hazırlıq müəllimi mən hələ görməmişəm ki, mənim paylaşdığım videonu paylaşsın və uşaqlara dəstək olsun. Bu bir qırağa, indi çox uzatmayayım mövzunu, başlayayım sizə kitabları göstərim. İlk olaraq bu kitab, bunu böyük ehtimal görmüş olacaqsınız, bu videodan olan kitablardır. Bu Facts and Figures kitabıdır. Çox maraqlıdır. Yəni, bunun içində hər şey var. Birinci bunun haqqında danışım, sonra bunun haqqında. Birinci onu deyim ki, bu başlıq, bu sırf lüğət öyrənmə başlığıdır. Yəni, bizim videomuz hal-hazırda 2 hissəlidir. Biri lüğət öyrənmə ilə bağlı, digəri esse necə başlayım, esse necə yazımla bağlıdır. Hal-hazırda biz birinci hissəsində, yəni lüğət öyrənmə ilə. Çünki siz söz bilməsəz, esse yaza bilmirsiniz. Ümumiyyətlə cümlə qura bilmirsiniz. Bu Azərbaycan dilində də belədir. Əgər biz söz bilməsək, özümüzü ifadə eləyə bilmərik. Yəni, hal-hazırda söz bilməsəydim, mən sizdən əlaqə qura bilməzdim, məsəl üçün. Yəni, siz birinci esse yazmaqdan ötürü bu kitabı əldə eləyib lüğət bazanızı artırmalısınız. Bu kitabı necə işləmək lazımdır? Bunu əldə elədiniz. Bunda səhv eləmirəmsə 30-a yaxın mövzu olmalıdır. İlk mövzusu Kiwi mətnidir. Biz bu kitabı artıq əzmişik, tökmüşük.
Kiwi mətnidir. Bu mətni siz birinci oxuyursunuz. Bilmədiyiniz sözlər ilə altında boşluq var. Oraya yazırsınız, tərcümə edirsiniz, öyrənirsiniz. Amma cümlə daxilində. Tutaq ki, siz özünüz öyrənirsinizsə, yəni hazırlığa getmədən öyrənirsinizsə, necə eləyə bilərsiniz? Tutaq ki, qanad sözünü bilmirdiniz. Qanad sözünə aid Azərbaycanca bir cümlə qura bilərsiniz. Məsələn, böyük, nəhəng quşların böyük qanadları olur. Çox adi, primitiv cümlədir. Bunu qurursunuz və sizin həm lüğət bazanız artır, həm də cümlə quruluşu artıq bilirsiniz necə olur. Yəni, tutaq ki, siz bilmirsiniz cümlə necə qurmaq lazımdır. Lab Translate-dən dəstək alın. İlk başlar oradan dəstək alacaqsınız. Sonra özünüz artıq başlayacaqsınız nəsə eləməyə. Yəni, dayanmayın, nədənsə başlayın. Bunu elədiniz, sözləri çıxartdınız, bilmədiyiniz sözləri çıxartdınız. Başlayırsınız bunu cümlə-cümlə oxuyub translate eləməyə. Sonra bunun A variantı var. A variantını eləmirsiniz. Yəni, A variantını dəyməyin. Çünki bu listening kimi izah eləyəcəm sizə, onu eləyərsiniz. Sonra keçirsiniz B variantına. B variantında həmin o bilmədiyiniz sözləri cümlə daxilində işlədirsiniz. Məsələn, burada var cats and dogs ... birds. Təbii ki, burada kill olar. Cats və pişiklər və itlər quşları öldürür. Yəni, belə bir sözlərdir, nöqtələrdir. Siz ora öyrəndiyiniz sözləri qoyursunuz. Bu sizin daimi yaddaşınızda qalır. Yəni, unutmaq kimi bir şansınız olmur. Yox, əgər deyək ki, unutsaz, yaddaşınız biraz zəifdirsə, keçirsiniz D variantına. D variantında true-false-dur. 11-ci siniflərdə artıq 2 dənə mətn ediblər. Bütün sualları qapalıdır və 4 dənə, ümumi 8 dənə, 4, 8 dənə olmaqla true-false sualı var. Yəni, siz bu true-false-u eləyəndə həm yenidən sözlər yadınızda qalmış olur, həm də 11-ci sinif mətninə uyğun işləmiş olursunuz. Və salam, sizə burada başqa heç nə lazım deyil. Sonra bizə A variantı qaldı, bunu eləmədik. Bunu siz necə eləyirsiniz? YouTube-da mətnin adını yazırsınız, Kiwi yazırsınız, sonra yazırsınız listening. İlk gələnə basırsınız. Mətnə baxmadan bu listeningləri doldurmağa çalışırsınız. Düzdür, 11-ci sinifdə listeningdə açıq sual yoxdur. Amma bu demək deyil ki, siz bunu eləməyəsiniz. Bunu sırf listening kimi eləyirsiniz. Baxın, məsələn, birinci tutaq ki, it sleeps, nöqtə. Siz artıq it sleeps deyəndə listeningdə bunu eşitmiş olursunuz. Eşitməsəz də heç nə olmaz, o bir listeningdir. Listeningi cəmi 2 dəfə qoşun. Yəni, 3-cü dəfə, 4-cü dəfə qoşmaq sizin üçün ziyandır. Çünki vərdiş eləmiş olursunuz ki, 3-ü var, 4-ü var. Amma listeningi cəmi 2 dəfə qoşun. Birinci listeningə baxın, yəni suallara baxın, cəmi 2 dəqiqə verirlər. 2 dəqiqə baxırsınız. Sonra listeningi qoşursunuz. Nə yazdısa okeydir. Lap deyək ki, heç birini yazmadınız, o da canınız sağ olsun, heç nə olmaz. İkinci dəfə qoşursunuz, yəni 2 dəqiqə baxırsınız, sonra ikinci dəfə qoşursunuz və salam, ondan da bitmiş olur. Yəni listeningi 2 dəqiqə fasilə ilə 2 dəfə qoşun ki, vərdiş alınsın sizdə. Bu listening sonra eyni mətindir, Camel'dır, dəvə mətnidir. Sözləri çıxarırsınız, öyrənirsiniz. Mən təklif eləyərdim ki, artıq praktika elədikcə, yəni təkmilləşdikcə, siz digər mətinlərə keçəndə birinci listening eləyin. Yəni, mətnə baxmayın, dərhal mətnə baxmayın. Listeningin yuxarısında, baxın A variantı, listeningin yuxarısında onsuz da həmin o qəribə sözlər, yəni sizin bilməyəcəyiniz sözlər qeyd olunur. Bunların translate eləyin, tərcüməsini tapın, sonra başlayın listening eləyin. Yəni, mətnə baxmayın da, mətnə baxmadan listeningini eləyin, sonra keçin mətnin üzərində işləyin, belə-belə B variantını və true-false-unu işləyin, geçsin. Yəni, bu kitab çox faydalıdır. Mövzularını da sadalayım sizə nə var. Animals, how, why, yəni necə, niyə? Məsələn, niyə insanlar gülür, niyə insanlar əsnir? Yəni, belə sual tipli mətnlərdir. Sonra plants, bitkilər, music, work and leisure, interesting people of the world, exploration and adventure. Cəmi 7 dənə unitdir, 7-ni də 5-ə vuranda 35 dənə eləyir. Siz ümumi 35 dənə mövzu eləmiş olursunuz. Söz bazanızda yəni, çox yaxşı da artmış olur. Bu birincidir. Yəni, bundan başlayın, bunu mütləq alın, eləyin. Sonra keçirəm ikinciyə, bunun ikinci hissəsinə. İkinci hissəsi biraz elmidir və tarixidir, amma çox maraqlıdır. Bu da eyni qaydadadır. Baxın, zipper. Zipper
zamokdur. Bizim dildə nə gedir? Bizim dildə nədir? Zamok. Bilmədim nədir. Bilənlər yazar. Zamok, yəni bu. Azərbaycan da bilmirəm. Zəncirbənd. Yes, zəncirbənd. Səhv eləmirəmsə elə olmalıdır. Bunu eləyirsiniz. Yəni təklifim odur ki, listeningini eləyin, sonra qayıdın mətnə. Sonra standart qaydada B variantını eləyirsiniz. Sonra true false-unu eləyirsiniz və salam bu qədər. Deməli, bu da eyni onun kimidir. Sadəcə burada mövzuların sayı 5-dir. Yəni 5 dənə 5, 25. 25 dənə mövzu buradadır. Mövzuları sadalayım. Invention and inventor, sports, food, mysteries, business. Yəni ən maraqlıları da demək olar ki, bu kitabları kurslarda keçir, universitetdə keçir və salam. Yəni hazırlıqda keçirlər, amma mən hələ ki paylaşan və məlumat verən görməmişəm. İlk mənəm səhv eləmirəmsə ki, bu haqqda məlumat vermişəm. Çünki çoxunun xəbəri yox idi. Bilmirdilər ki, belə bir kitab var, belə bir kitabdan istifadə eləmək olar. Hətta bu kitab Dimin özü istifadə edib. Halbuki Dim öz kitabında yazmayıb ki, mən bu kitabdan istifadə eləmişəm. Yəni müəllif hüquqlarının pozulması ilə bağlıdır bu da. Bu belə. Yəni bu birinci hissəsi, bu ikinci hissəsi. Bu 1, 2, 9 siniflərə tam uyğundur. 9-cu siniflərə tam uyğundur. 10, 11-lər mütləq onsuz da işləməlidir bunu. Sonra siz deyirsiniz ki, mən tutaq ki, 100 bal almaq istəyirəm də. Mən biraz yüksək bal almaq istəyirəm. Yəni 80-90-ı keçmək istəyirəm. Hansı kitaba keçim? Buna və bu. O 1-2-dir, bu da onun 3-ü və 4-üdür. Bu biraz advanced səviyyədir. Deyək ki, bu və bu bunun advanced səviyyəsidir. Necə advanceddır? Yəni ki, siz tutaq ki, deyirsiniz, mənə 60 bal, 70 bal kifayət eləyir deyirsinizsə, o 2 kitab sizə bəs eləyir. Təbii ki, o 2 kitabdan əlavə nəsə işləməlisiniz. Bunun Dimi var, bunun Nərgiz Nəcəfi var, yəni digər kitablar var. Mən sadəcə lüğət bazasını sizə demək istəyirəm. Deyək ki, siz biraz yüksək almaq istəyirsiniz. Bu ikisi mütləq. Niyə? Çünki burada sözlər artıq B2 səviyyəsinə yaxındır, B2-dir, hətta C1 olmalıdır. Mətinlər də nəhəngdir, yəni mətnin uzunluğuna baxın, buradan başlayır, burada davam edir, hələ burası da var, yəni nəhəng mətinlərdir. Bu 2 kitab sırf yüksək balı hədəfləyənlər üçündür, məsələn 80+, 90+, 100-ə yaxın ballar üçündür. Əgər siz vaxtınız yoxdursa, yəni vaxtınız limitlidirsə, 1-2-ni eləyin, kifayət eləyərsinizsə. Yox, əgər siz deyirsiniz ki, mən oxuyacağam, mən yüksək bal alacağam, vaxtım da var, bu və 4-cü hissəsi. Burada da eyni qaydadır, sadəcə burada tapşırıqların sayı çoxdur və sizə lazım olan yenə hansı tapşırıqdır? Listeningdir, vocabulary, A variantı, sonra B-si var. Yenə B-si eyni qaydadadır, yenə sözləri düzgün cümlələrin içinə qoyursunuz. Sonra true false var və salam, sizə bundan artıq heç nə lazım deyil. Bir də ki, burada Y variantı var. Sırf bu kitabda Y variantı var. Siz bunları esse mövzular kimi istifadə edə bilərsiniz. Məsəl üçün, burada elə bir sual var ki, what is a sign language? İşarə dili nədir? Məsələn, siz bu sual haqqında esse yaza bilərsiniz. Düzdür, çətin olacaq sizə yazmaq, amma mətndən istifadə edib nəsə yazmaq olar. Çünki esse yazmağa bir yerdən başlamaq lazımdır. Yəni, nə qədər sonraya atsa, sonraya ertələsəz, o elə orada da qalacaq. Yəni, esse mövzusu çox dərin mövzudur. Ki, mən də özüm biraz essenin, necə deyim, esse şübhə ilə yanaşmıram, sadəcə çox uşaqlar essedən kəsiləcək. Kəsiləcək deyil, sadəcə tam bal alma potensiallı uşaqlar esseye görə arxaya düşə bilər. Çünki esseye cəmi 15 dəqiqə vaxt verirlər. Tutaq ki, siz 2-də imtahanınız bitir, 11-də girirsiniz də səhv eləmirəmsə. 11, 12, 1, 2, 2-də imtahan bitir, 2-dən sonra sizə 15 dəqiqə verirlər. 3-ə 15 dəqiqə işləmişə qədər, hətta 3-ə 14 dəqiqə işləmişdir, 3-ə 15 dəqiqə sayılmır, götürürlər. 14 dəqiqə işləmişə qədər siz esse yazmalısınız və bu 100 sözü keçməlidir. 70 sözü keçsə,
sizə səhv eləmirəmsə 1.4 bal çıxırlar. O da ki, hər şey 4-4-lü olsa, qrammatikavız, lüğətviz, hər şey ideal olsa 1.4 bal çıxırlar. O da eləyir 14 nöqtə neçəsə bal. Amma yox, 70 sözü keçmisiniz, qrammatikavız, lüğətviz zəifdir, söz ardıcılığı zəifdir, orada xeyli bal kəsirlər. Amma 100 sözü yazsaz, yəni 100 sözü keçmiş olsaz, orada da hər şey nəzərə alırlar. Amma bir şey çox pisdir ki, 15 dəqiqə bu biraz çətin məsələdir. Yəni ümid edirəm ki, imtahana qədər biraz çoxaldarlar, heç olmasa yarım saata qədər vaxt verərlər. Amma 15 dəqiqəyə, yəni onu Azərbaycanca düşünməsi var, onu ingiliscə yazması var. Yəni ən yaxşı versiyada siz Azərbaycanca düşünməyib, sadəcə beyninizdə düşünüb Azərbaycanca onu dərhal vərəqə ingiliscə yazmaq lazımdır. Ancaq bu halda çatdırmaq mümkündür. Yəni bəzi uşaqlar aktivdir, bəziləri yəni çox ayıqdır, dərhal yaza bilirlər, amma əksəriyyət həyəcana qapılır. Yəni birinci dəfədə yazırlar. Söz bazaları yoxdur. Ümumiyyətlə Azərbaycan dilində esse yaza bilmirlər, qalıb ki, ingilis dilində. Yəni hətta elə mövzu olur ki, mən özüm də duruxub qalıram ki, yəni bu mövzu haqqında mən 100 sözlük nə yaza bilərəm? Yəni ona görə çox çətindir. Esse çox çətindir. Yəni siz yenə də söz bazanızı maksimum artırın. Söz baza artsa lüğətdə yaxşı olar. Yəni demirəm, yazmaq potensialı çox yaxşı olar. Sadəcə yaza bilərsiniz. Yəni heç yazmamaqdansa nəsə yazmaq daha yaxşıdır. Bu 3. İndi 4-ü göstərirəm. Bu mövzuları demədim. Bir dəqiqə. Birincisi explores. Yəni buna 5 dənə mövzu aiddir. World issues. Sonra science, medicine and health. Və salam. Yəni 1, 2, 3, 4, 5. 5-i də 5-ə 25. 25 dənə mövzumuz var bu içində. Amma yenə də deyirəm, bu biraz çətindir. Digərlərinə nisbətən çətindir. Yəni mövzuları, mətnlərin həcmi də iridir ona görə. Keçirəm sonuncuya. Sonuncu da budur. Bu artıq, yəni advanced səviyyədir. Bu C1, C2 arasıdır. Düzdür, içində elə mətnlər var ki, maraqlıdır, qısadır, amma yenə də elmi mətnlərdir. Yəni tutaq ki, orada məsələn bədii mətnlər var idi, ya da ki, belə rahat mətnlər var idi. Bura sırf elmi mətnlərdir. Bunu da göstərim sizə içini. Baxın, məsələn, tutaq ki, keramika. Baxın, keramiks var. Bunun mətninin həcmi 1 səhifə, 2-ci səhifə və 3-cü səhifə. 2 səhifə demək olmaz, 2 səhifə yarım demək olmaz. Yarımı keçir. Sonra bunun listeningi var. Listening deyil əslində, sadəcə mən listening kimi işlədirəm. Sonra vocabulary var, yəni sözləri yerinə qoymaqdır. Sonra true, false var və salam. Bir də digər tipli mətnlər gəlir. Necə mətnlərdir? Suallara cavab verməkdir, açıq suallardır. Bir də opinion, fact, opinion belə qarışıqdır, amma sizə lazım deyilsə, ancaq A, B, C lazımdır. Yəni true, false, listening, bir də sözləri yerinə qoymaq ki, sözlər daha yaxşı yadınızda qalsın. Yəni bu, yenə də deyirəm, bu advanceddır, bu 100-ü hədəfləyən uşaqlar üçündür. Ona görə bunu sadəcə 10-11-lərə məsləhət görürəm. Bu ikisi 10-11-lərə, yəni 10-11-lər 100-lü yüksək balı hədəfləyən uşaqlar bunlar işləsin. Bunlar isə, baxın, bir dəqiqə, birdən başdan izah edeyim. Bu ikisi 9-cu siniflər üçün, yəni 7, 8, 9 idealdır bu ikisi. Amma bu 4-ü, daha doğrusu belə eləyək, belə. Bu 3-ü 9 yox, 10-11-lər üçündür. Həm də 10-11 yüksək balı hədəfləyənlər üçün bu 4-dür. Bu belə. Yəni bu kitabları alın, məşğul olun, lüğətiniz artsın. Lüğəti başqa necə artıra bilərsiniz? Heç nə. Ancaq bu mətnləri oxuyaraq artıra bilərsiniz. Bir də Nərgiz Nəcəfin kitabı var. O kitabı da indi göstərərəm sizə. O kitabda hər gün bir səhifə öyrənirsiniz və öyrəndiyiniz sözləri yazırsınız. Yəni öyrənim, müəllim soruşsun, şifahi yox, elə yox. Yazın ki, yadınızda qalsın. Başqa necə? Başqa da lüğəti elə belə öyrənmək olar. Və salam. Ən yaxşı versiya budur. Bir də müəllim sizdən lüğəti soruşanda çalışın yazılı tələb eləyin.
Yəni yazılı forma. Tutaq ki, o sizə deyir məktəb. Siz onu yazın. Sonra şəklini göndərin, yoxlasın yazılı formada. Və həmin o yazdığınızı oxuyun, yəni tələffüz eləyin. Tutaq ki, müəllim soruşur, sinif, qeydiyyat, yarış, siz bunları ingiliscə yazdınız, lüğət bitdi. Sonra o lüğəti başlayın oxuyun, müəllim qulaq assın, tələffüz səhvləriniz varsa onu düzəltsin. Sonra həmin o şəkli çəkin, göndərin müəllimə, hərf səhvlərinizə baxsın. Lap göndərməsəz belə özünüz kitabdan açın, yoxlayın. Yəni yazaraq öyrənin, şifahi yox. Şifahi dediz getdi, yəni o qalmır yadda. Yazaraq öyrənin, cümlə daxilində işlədin. Bir də o 4 dənə kitab saydım kimə nə lazımdır, onları alın işləyin. Bir də indi Nərgiz Nəcəf göstərirəm sizə. 9-lar üçün Nərgiz Nəcəf ən idealı budur. Bunun içində qrammatika, testlər və lüğət var. Yəni ən yaxşısı budur. Sözlər məsələn tutaq ki, bir səhifəni öyrəndiniz. Burada biraz çətin sözlər var. Yarısını öyrəndiniz deyək ki. Öyrəndiniz, sonra bunları yazılı formada yadda saxlayın. Sonra bunu ardıcıl belə öyrənin. Yəni bunun işi göstərim mən sizə. Bunun hətta sınaqlarının izahını var məndə kanalda. Tutaq ki, mən sınaq onu tam olaraq izah eləmişəm. Listening-i, reading-i, writing-i, hətta essesi daxil olmaqla. Belə aşağılarda olmalıdır videolar. Deməli, nə var? Sinonim, antonim var. Definition var. Yəni hər şey var da. Bu kitabı alın. 9-lar üçün kitab vəsaiti tövsiyə eləsəm, bu 250, elə Nərgiz Nəcəfin 250-si. Facts and Figures, Source and Notions, yəni yaşıl və göy kitab. Bir də Dimin öz toplusu. Bu deməli Source and Notions, Facts and Figures, 99 sınaq, yəni bu 250, bir də test top. Cəmi 5 dənə kitab lazımdır sizə ki, 9-cu sinifə tam hazır imtahana hazırlaşasınız. Bu belə, 9-larla belə. 11-lər üçün ən ideal budur. Bu. Bunu alırsınız, qoyursunuz kravatın yanına, duranda da, yatanda da, hər dəfə oxuyursunuz ki, yadınızdan heç nə çıxmasın. Deməli, burada nə var? 5-ci sinifdən 11-ci sinifə qədər lüğət var. Hər səhifə birini öyrənsəz və yazılı formada özünüzü yoxlasaz, ilin sonuna da deməyim, yanvara qədər xeyli söz bilmiş olacaqsınız. Paralel olaraq Facts and Figures-dan, yaşıl və göy kitabdan işləsəz. Tək bunu öyrənim, lüğətim əla olacaq deyə bir şey yoxdur. Sonra bunun içində nə var? Bunun içində ancaq qrammatika var, ətraflı qrammatika var. Bu qrammatikaları mən qısaltmışam. Məsələn, tutaq ki, burada quantifiers 6 səhifədir. Mən onu 2 səhifə eləmişəm, ya da 3 səhifə eləmişəm. Yəni, tam olaraq azaltmışam konspekt formasında. Onları kim istəsə mənə deyər. Mən ətraflı məlumat verirəm o konspektlər haqqında. Sonra nə var burada? Sonra dəyişən, ancaq lüğət və qrammatikadır. 11-lər üçün vəsait tövsiyə eləsəm, bu 250, 11-ci sinifin toplusu, düzü toplu çıxmalıdır, amma hələ ki çıxmayıb da. İndi çıxmayana qədər biz qırmızı birinci hissə ilə məşğul olmalıyıq. Bir də avqustun 1-i satışa çıxacaq Nərgiz Nəcəfin 10-11-lər üçün kitabı. Düzü hələ bilmirəm necədir, amma məncə ideal olmalıdır. Onu almaq lazımdır. Mən onu alacağım. Ətraflı video da çəkərəm o haqda, kitab haqqında. Başqa da yenə Facts and Figures, Source and Notions and Cause and Effect. Bu 3 kitab. O bənövşə, yaşıl, göy və bənövşəyə olan. Bunlar lazımdır. İndi keçirəm esseyə. Esse biraz dərin mövzudur. Deməli, esse nədir? Ən birincisi, söz bilməlisiniz. Söz bilməsəz, videonu söndürün, gedin yatmağa. Yəni, başqa heç nə düşünə bilmirəm. Söz bilməsəz, ideya gəlməsə ağlınıza, heç nə. 2027 formatı esse paragraf yazılış qaydaları. Yəni ki, siz paragraf yazmalısınız. Düzdür, biz esse deyirik. Esse abzaslardan ibarət olur, biraz uzun olur, amma bizə paragraf tələb olunur. Paragraf nədir? Bir dənə mətn içində yazmalısınız. Siz abzasa keçə bilməzsiniz. O xətadır, yəni onu qiymətləndirmirlər. Tutaq ki, deyəs ki, hə, çox görünsün deyə bir dənə aşağı keçin, bir abzas aşağı keçin. Olmaz. Hər şeyi bir sətr daxilində yazmalısınız. Məsələn, tutaq ki, buradan başladı, sətrimiz bitdi. Təzə fikrə keçmək istəyirsiniz. Keçin buradan yazım. Yox. Burada yer qalıbsa bunu doldurursan. Yəni bir sıra olmalıdır da, boşluq olmamalıdır, paragraf olmalıdır.
Nümunə yoxdur, belə göstərim sizə. Yəni, qısacası ümid edirəm məni anladınız nə demək istəyirəm. Yəni, abzasa keçmək mövzusunu unudun, keçməyin. Olmaz. Sonra siz necə yazmalısınız? Bu mənim belə qaralama kimi qeydlərimdir. Yəni, nəyə necə başlamaq lazımdır, hansı cümləyə necə başlamaq lazımdır. O biraz qaralama kimidir. Səliqəli versiyası məndə var. Onu deyərsiniz, mən sizə yönləndirərəm, ataram. Deməli, tutaq ki, sizə verilib nə haqqında? Məsələn, sinemada filmə baxmaq daha yaxşıdır, yoxsa evdə? Və niyə? Tutaq ki, siz deyirsiniz ki, sinemada filmə baxmaq daha yaxşıdır. Bunun niyəsini verməlisiniz. Ya siz deyirsiniz ki, evdə filmə baxmaq lazımdır və bunun da niyəsini verməlisiniz. Yəni ki, qısacası, yoxlayan şəxsi inandırmalısınız ki, mən buna görə bunu seçirəm. Okey, indi deyək ki, mən necə başlayayım da cümləyə, mən bilmirəm. Mənə essedə başlıq olaraq veriblər ki, filmə sinemada yoxsa evdə baxmaq daha yaxşıdır və niyə? Bu mənim sualımdır. Mən də imtahandayım, 15 dəqiqəm var. Birinci ingiliscə düşünə bilmirəm, çünki mən ingilis deyiləm. Amma Azərbaycanca düşünüb tez ingiliscə yaza bilərəm. Birinci cümləmiz olmalıdır, in my opinion. Bunlar üçün, baxın, belə bir qeydlər var. Baxın, in my opinion, in my view. Bu sözlərdən istifadə edilməlisiniz, bu boydadır. Mən təklif edirəm ki, ən uzunu hansıdırsa onu götürün. Çünki in my opinion 3 dənədir. Amma burada var as far as I am considered. As far as I am considered. 6 dənə oldu. Yəni 2 qatı oldu. Deməli 6 dənə söz hesablanır sizə. Yəni bunu kim istəyir mənə yazsın, rəylərdə yazsın. Rəydə nömrəmdə qeyd edirəm. Orada yazsın. Yönləndirim ki, siz başlayın artıq esse yazmağa. Okey, birinci başladım ki, mən evdə filmə baxmaq çox sevirəm. Bu mənim main topic sentensimdir. Yəni, başladım cümləyə. Mən indi keçməliyəm main point-mə. Main point nədir? Siz bir struktur fikirləşin, beyninizdə struktur qurun. Birinci struktur cümləmiz olmalıdır topic sentence. Topic sentence, yəni mənim seçimim. Topic sentence-də tutaq ki, mən dedim ki, mənim fikrimcə evdə filmə baxmaq daha yaxşıdır. Bu mənim topic sentensimdir. İndi keçməliyəm main point-a. Main point nədir? Main point 2 dənə olmalıdır essedə. 1 və 2. Main point-i, yəni mən ona verirəm ki, mən axı dedim, mən evdə baxmağı sevirəm də. Yazıram ki, ilk olaraq, yəni firstly, buna necə başlamalıyam? Buradadır. Baxın burada. Oradan bilmirəm necə görsənir. Baxın burada. Səbəb və nəticə. Budur. Yox, bu deyil, bu səbəb və nəticədir. Bir dəqiqə. First ardaydı. Hə, deyil burada. Ardıcıllıq və sıralama. Baxın yazılıb to begin with, to start with, first and foremost, secondly, thirdly. Mənə first lazım, çünki mən birinci main point-imi verirəm. Deməli, main point o deməkdir ki, siz seçdiyiniz fikri məcbur eləyirsiniz ki, sizə inansınlar. Yəni, deyirsiniz ki, ilk olaraq mən evdə filmə baxmağı üstün tuturam. Çünki daha rahatdır. Daha rahat və daha komfortludur. Belə yazırsınız. Sonra siz topic sentence verdiniz, main point-də verdiniz. Yəni, main point 1-i verdiniz. Amma bu main point-i dəstəkləmək lazımdır. Elə bilin, o orada tək qalıb, yalnız qalıb. Siz onu dəstəkləməlisiniz. Necə dəstəkləyirsiniz? Dəstəkləyəndə yazılıb ki, hər bir əsas səbəbi izah edərkən nümunələr və ya əlavə izahatlar verilməlidir. Məsələn, mən point 1-də verdim ki, evdə daha rahatdır filmə baxmaq və komfortludur. Mən bunu inandırmalıyam ki, komfortdur da evdə baxmaq. Yəni, mənə çox rahatdır. İndi mən buna support dəstək verirəm ki, evdə filmə baxarkən istədiyim vaxt filmi pauza eləyə bilirəm, saxlayıb, gedib yeməyə götürüb qayıda bilirəm. Yəni, mən bunu inandırdım. Mən də biraz cümlələr belə qəribə oradan-buradan deyirəm. Sadəcə fikrimi izah eləmək istəyirəm sizə. Bu esseni mən özüm hazırlayıb kommentlərdə yazaram, baxarsınız ki, yəni main point, topic sentence hansıdır, ona uyğun yazaram sizə, baxarsınız.
Hə, indi mən main point-imi verdim və onu dəstəklədim. Dedim ki, məsələn, istədiyim vaxt pauzaya basıram, gedirəm, bax, yeməyi götürürəm falan. Mən onu inandırdım. O mənə inanır ki, artıq mən evdə baxmağı üstün tuturam. Elə bilin bir yandan onu məcbur eləməlisiniz ki, o da evdə baxsın. Yəni düşündüyünüz fikri üstünə getməlisiniz. Sonra 2027-nin ən vacib tələblərindən biri odur ki, arqument verməlisiniz. Arqument nədir? Yəni ziddiyyət. Yəni məncə dim özü çox qərarsızdır. Yəni bilmir ki, nə etsin. Deyir, birinci fikrini təsdiqlə, sonra inkar elə, ziddiyyət elə. Yəni mən burada bir məntiq görə bilmirəm düzü. Niyə mən təsdiq elədiyim fikri təzədən inkar eləməliyəm, arqument verməliyəm? Yəni deyiblərsə elə eləyək. Necə eləməliyik bunu? Yenə sözdən istifadə eləməliyik. Necə başlamalıyıq cümləyə? Ziddiyyət. Baxın, burada yazılıb ziddiyyət. However, on the other hand, nevertheless, on the contrary, in contrast. Yəni bu sözlərdən istifadə edib cümləyə başlayırsınız. Məsələn, deyirsiniz ki, digər tərəfdən, on the other hand, indi bilirsiniz necə eləməlidir? Fikrinizi, siz dediniz, axı mən evdə baxmaq istəyirəm də, xoşum gəlir. Buna bir dənə ziddiyyət verməlisiniz. Necə verməlisiniz? Deyirsiniz ki, on the other hand, məsələn, digər tərəfdən, evdə filmə baxmaq sıxıcıdır. Bunu verdiniz. Kontra arqument verdiniz. Elə bil öz fikrinizi ziddiyyət elədiniz. Axı siz deyirdiniz evdə baxmaq komfortludur, yaxşıdır. İndi bir dənə cümlə tələb, bir ya iki cümlə. İndi biz birini verdik, ikincisini verək, heç nə olmaz. Tələb olundu ki, sizdən arqumentdə inkar eləyin. Mən elədim inkar, dedim ki, sıxıcıdır. Yalnız baxmaq məni yorur. Məsəl üçün, əgər siz evdə filmə baxırsınızsa, böyük ehtimal tək baxırsınız bu filmə. Ona görə də yazırıq ki, məni yorur. Arqument necə olur? Yəni, deyirsiniz ki, evdə filmə baxmaq mənə bəzən sıxıcı və yorucu gəlir. Bu bizim arqumentimizdir. Yəni, sizdən tələb olunan essaya başlayanda topic sentence, niyə seçirsən? Main point, yəni seçdiyi niyə seçmirsən? Yenə niyə seçmirsən onu? Support, yəni main pointi dəstəkləyirsən. Məni necə inandıra bilərsən ki, sən bunu seçmirsən? Yəni bunu niyə seçmirsən? İnandırmalısan. Və dördüncü arqument. Arqumentdə seçdiyin tam əksidir. Yəni negativ bir şey verməlisən. Seçdiyin tam əksini verməlisən. Bu belə. İndi keçirəm main point 2-yə. Yəni seçdiyim fikri yenidən main point verirəm ki, mən onu daha da inandırım ki, o evdə baxsın filmə. Məsələn, mən main point olaraq verə bilərəm ki, main point 2-yə nə verməliyəm? Necə başlamalıyam cümləyə? Verə bilərəm following this, bunun ardınca evdə filmə baxmaq daha az səs-küy yaradır. Çünki mən biraz səsli yerləri çox sevmirəm. Yəni elə yazmıram, demirəm ki, səsli yerləri çox sevmirəm. Sadəcə sizə belə ideya olsun deyə deyirəm. Məsələn, evdə filmə baxmaq çox səs-küy yaratmır və mən daha aydın eşidirəm, daha maraqlı gəlir mənə filmə baxmaq. Yəni bu cümləni bir şey düşünüb yazmalısınız da. Bunu sadəcə mən ani olaraq düşünüb deyirəm sizə. Yəni bunu ingiliscəsini çevirib altda rəydə yazacağam, ora baxarsınız. Bu mənim artıq oldu main point 2. Yəni səs-küy mövzusunu saldım ora ki, mən çox səs-küy sevmirəm. Ona görə evdə baxmaq daha yaxşıdır. Çünki istərsən mən sinema ilə evdəki film səs barəsində çox dəyişir axı. Mən indi main point 2-ni verdim. Bəs mən bunu dəstəkləməliyəm axı. Yəni onları inandırmalıyam ki, mən səs-küy olduğuna görə sinemaya getmirəm. Onlar da getməsin, onlar da evdə baxsın. İndi mən supportive olaraq verə bilərəm ki, supportive yenə burada cümlə başlamalıyam. Necə başlayayım? Məsələn, verim ki, as a result, yəni as a result nəticə olaraq, as a result əslində sonlara getməlidir. Yəni conclusion olaraq getməlidir. Okay, olsun. As a result olar, for this reason olar. Bunlardan birini yaza bilərsiniz. Yaza bilərsiniz ki, sırf səs barəsində inandırmalıyam axı onu. As a result, həm musiqinin, həm filmin, həm tamaşaçıların və digər səs
səslər mənim fikrimi daha tez yayındırır. Yəni mən buna artıq inandırdım ki, mən evdə baxanda daha rahat baxıram filmə, nəinki sinemada baxanda. Main point-imi verdim, onu dəstəklədim. Artıq gəlirəm sona, consequence, yəni conclusion-a. Conclusion sonluq deməkdir. Gəlirəm sonluğa. Sonluğu necə verməliyəm? Təbii ki, sonluq cümləsi ilə. Yəni in conclusion, to sum up, burada yazılanlar. Baxın bu hissədə yazılanlar. In conclusion, to sum up, all in all, on the whole. Yəni hansı uzunsa onlardan istifadə edin ki, sözünüz daha çox sayılsın sizə. Məsələn, burada ən uzunu var. Taking everything into consideration. Bunu götürürəm, yazıram ki, hər şeyi nəzərə almaqla deməkdir tərcüməsi. Deyirəm ki, hər şeyi nəzərə almaqla sinemada filmə baxmağın üstün cəhətləri olsa belə, mən yenə də evdə filmə baxmağı daha xoşum gəlir. Evdə filmə baxmaqdan daha çox xoşum gəlir. Yəni sonluq cümləniz elə olmalıdır ki, burada həm neqativdən istifadə eləməz, yəni arqumentdən istifadə eləməz, həm də öz fikrinizi artıq birləşdirməlisiniz, sonlandırmalısınız. Bu çox qarışıqdır, esse bilirəm. Yəni struktur olaraq, düstur olaraq çox qarışıqdır. Amma şablonlarla yazsaz, məsələn, şablonlar hal-hazırda heç bir kitab yoxdur. Yəni 9-11-lər üçün, onlar üçün heç bir kitab yoxdur hal-hazırda. Avqustun 1-i satışa çıxır. Vaxta qədər də bekar qalmayın deyə. Düzü mənim öz kitabım var. Yəni öz kitabım deyəndə öz vəsaitim var. Sırf orada esse şablonlarıdır. Məsələn, bir mövzudur, sualdır və sualın özü də Dimin təsdiq elədiyi mövzu üzrə hazırlamışam. Sualdır və sualın altında essedir. Essenin özüdür, yəni essenin hazır versiyasıdır. Orada yazmışam topic sentence, main, argument, conclusion, yəni hamısı var orada. Amma o ödənişlidir. Çünki onun hazırlanması həftələrimi alıb, hətta bir ayımı alıb, bir ay yarımı alıb. Ona görə onu biraz ödənişli qoymuşam. Amma bu esseye necə başlamaq, hansı sözlərlə başlamaq lazımdır, bu ödənişsizdir. Çünki mənim materialım deyil. Ona görə bunu mənə R yazın ya da nömrəmə yazın, mən sizə göndərərəm. Amma esse şablonu, o artıq ödənişlidir. Onun haqqında da məlumat istəsəz, yenə də mənə yazın. Deməli, qısacası ümumiləşdirsək, esse necə olmalıdır? Azərbaycan dilində esse yaza bilməlisiniz. Vəssalam. Bunun sirri budur. Əgər siz Azərbaycan dilində esse yaza bilmirsinizsə, 3 dənə sözü bir yerə qoyub normal cümlə hazırlaya bilmirsinizsə, İngilis dilində esse yaza bilməyəcəksiniz. Yəni, unudun. Esse yazmaq ingilisində unudun. 20 balınızı indidən yox edin, yəni. 80 bal kimi düşünün ki, 80 bal yığmaq üçün də siz bütün qapalı sualları düzgün yazmalısınız. Deməli, esse yazmaq üçün, yenə də deyirəm, Azərbaycan dilində çoxlu ideyalar olmalıdır sizdə. Yəni, gözünüz gördüyü hər şey haqqında bir ideyanız olmalıdır. Məsələn üçün, mən hal-hazırda bayırı görürəm. Bayırdan təyyarə keçir, məsələn, onu görürəm. Onun haqqında bir fikir yürütməliyəm. Məsələn, təyyarələr axşamlar daha yaxşı uçuş eləyə bilər, yoxsa səhərlər və niyə? Tutaq ki, indi mən təyyarəni gördüm, bir ideya, fikir yarandı ağlımda. Mən bu suala indi verməliyəm topic sentence verməliyəm. Çünki yazıram ki, təyyarələr səhərləri uçsa daha yaxşı olar. İndi mən bunu main point verməliyəm. Main point nədir? Yəni, mən fikrimi açmalıyam. İlk öncə, təyyarələr səhərləri uçanda təhlükəsiz formada eniş edə bilərlər. Bu bir. Sonra mən bunu support eləməliyəm, yəni fikrimi dəstəkləməliyəm. Necə? Fikrimi dəstəkləyirəm. Mən buna artıq fikrimi dəstəkləyəndə şey verməliyəm axı, başlıq verməliyəm axı. Başlıq olaraq da for this reason, bu səbəbdən həm pilot, həm sərnişinlər və digər əməkdaşlar təyyarəni daha aydın görür və daha təhlükəsiz eniş edə bilir. Yəni, biraz öbürsü ilə eyni oldu, amma dəyişmə olar da daha təhlükəsiz formada məkana eniş edirlər, məkana çatırlar. Bitdi. Argumentə gəldim. Yəni, argument dediyim fikri inkar edirəm. Necə edirəm? Digər tərəfdən, məsələn, digər tərəfdən gecələr uçuş etmək də çox maraqlı olar. Çünki gecə səmanın aydınlanması məncə hər kəs üçün çox maraqlıdır. Yəni, gecə işıqlarının yanması falan çox yaxşı ola bilər də. Argumentimi verdim. Yəni, dediyim fikri
inkar elədim ki, gecə də olsa yaxşı olar, amma mən səhəri üstün tuturam. Bu belə. Sonra keçməliyəm main pointimə. Main pointim nədir? Yəni ikinci dəfə mən inandırmalıyam ki, səhər uçuşları daha yaxşıdır. İnandırıram ki, səhər uçuşları söz verməliyəm, yəni başlıq verməliyəm. Secondly, yəni ikinci olaraq, səhər uçuşlarının həm sərnişinlər üçün, həm də pilotlar üçün daha rahat, daha komfort və daha nə ola bilər? Məsəl üçün, hal-hazırda ağlıma fikir verin. Görürsə, mən Azərbaycan dilində belə esse yaza bilmirəm. Yəni, cümlə qura bilmirəm. Siz 15 dəqiqə necə quracaqsınız? Yəni, şübhəlidir biraz. Cümlə qura bilmədim. Həm sərnişinlər, həm pilotlar, həm digər əməkdaşlar üçün səhər uçuşlarının daha ayıq başla olması idealdır. Yəni, maksimum belə bir cümlə. Mən onu indi support eləməliyəm. Çünki insanlar gecə uçuşlarında yuxulu ola bilərlər, bu ani səhvlərə gətirə bilər. Düz nə qədər də, yəni samolyot ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır, amma yenə də biz orada nəsə əlavə eləməliyik. Okey, bunu da yazdım. Dedim ki, səhər uçuşları daha yaxşıdır, çünki gecələr yuxusuzluq falan ola bilər. Bu da tamamdır. Keçməliyəm sonluğa, yəni conclusion verməliyəm, bitirməliyəm artıq. Conclusion'a da verirəm ki, bütün mənfi tərəflərinə baxmayaraq, gecə uçuşlarının daha maraqlı olmasından əlavə, səhər uçuşları həm təhlükəsiz, həm rahat, həm də idealdır. Bu qədər. Yəni, adi bir şeyə pişik görsəm, ya nə bilim, it görsəm, yəni adi bir şeyə mən esse qurmalıyam. Main topic sentence, main point 1, sonra onu dəstəkləməliyəm supportive, sonra ona argument verməliyəm, sonra mən yenə main point 2, sonra yenə onu dəstəkləməliyəm, sonra da conclusion verməliyəm və salam. Bu qədər. Qısacası, esse yazmaq üçün Azərbaycan dilində düşünmək, söz bilmək lazımdır. Yəni, bayaq mən özüm Azərbaycan dilində cümlə qura bilmədim, çünki esse yeni bir metoddur. Yəni, mən onu universitetdə də keçməmişəm, məktəbdə də ümumiyyətlə məndə esse keçirməyib. Yəni, mən özüm praktika eləyib, məşq eləyib, eynən sizin kimi öyrənməliyəm ki, söz bazam çox olsun. Qısacası belə, bütün danışdığım, baxın bu PDF, materiallar, kimsə qaçırtdısa, mənə nömrəyə yazar, mən əlavə məlumat verərəm. PDF üçün yenə dedim, bu PDF ödənişsizdir, kimsəsə mənə rəy yazar, nömrəmə yazar, mən atarım. Amma esse şablonlarıdır, essedə istifadə olunan 400 əsas feildir, esseyə aid lüğətdir, yəni esseyə aid digər PDF-lər, onlar biraz ödənişlidir, çünki özüm hazırlamışam, vaxtımı, enerjimi xeyli alıb. Ona görə də əlaqə saxlayın, ətraflı məlumat verim. Belə, lüğət öyrənməyi dedim, esse yazmağı dedim. Başqa nə sualınız olsa, bu biraz uzun video oldu, ümid edirəm, axıra qədər baxmısınız. Axıra qədər kim baxıbsa, təşəkkür edirəm. İmtahanda yüksək bal sizdən olsun. Axıra qədər baxmayanlar da heç nə olmaz. Onlar da hara qədər baxıbsa, nəsə öyrəniblər böyük ehtimal. Onların da nəticələri yüksək olsun. Kanala məncə abunə olmağın vaxtı çatıb və keçir belə. Çünki bundan sonra artıq maraqlı videolar düşünürəm, sınaq izahları. Onsuz məndə sınaq izahları, qrammatika izahları, listening, reading, esse, hər şeyin izahı var kanalda. Amma belə uzun videolar istəyirəm ki, həm sizin fikirlərinizi öyrənim, həm də ümumi olaraq məlumat verim hər şeydən. Yəni, qısacası, nə sualınız varsa, rəy yazın, mən növbəti video üçün onu hazırlayıram. Video olmasa belə, short kimi çəkərəm, ataram. Sualınız da varsa, nömrə ilə əlaqə saxlasınız, daha yaxşı olar. Görüşərik. Hələlik.